Milan tarix, incəsənət və futbolun bir araya gəldiyi şəhərlərdən biridir. Şəhərin simvolu olan Duomo katedralı isə Avropanın möhtəşəm gotik kilsələrindən biridir və onun zirvəsindən Milanı tam fərqli görmək mümkündür. Duomo'nun yanında yerləşən Galeriya Vittorio Emanuele II isə şəhərin məşhur və gözəl qaleriyalarından biridir. Milanın ən məşhur incəsənət əsərlərindən biri olan sonuncu axşam yeməyi tablosu isə Santa Maria delle Grazie kilsəsində yerləşir. Şəhərin fərqli yerlərindən biri isə Cimitero Monumentali, möhtəşəm heykəllər və memarlıq nümunələri ilə tanınan Monumental qəbirstanlığı. Futbol sevərlər üçün isə San Siro stadionu Milanın xüsusi yerlərindən biridir. Günün sonunda isə Navigli kanalları şəhərin ən canlı və romantik atmosferini yaradır. Milanın müasir simvollarından biri sayılan Bosque Verticale isə yaşıllığa örtülmüş fərqli göydələnləri ilə şəhərin maraqlı memarlıq layihələrindən biridir. Daha çox səyahət videoları üçün kanala abunə olub like qoymağı unutmayın.